Azərbaycanın tanınmış jurnalisti, Euronews telekanalının müxbiri Türkiyədə yol nəqliyyat hadisəsi nəticəsində faciəvi şəkildə həyatını itirib. Sferas xəbər verir ki, bu barədə trendə jurnalistin yaxınları məlumat verib. Emin İbrahimov Azərbaycan jurnalistikasının ən parlaq nümayəndələrindən biri olub. Onun Euronews üçün hazırladığı reportajlar ələxüsusda 2020-ci ilin Vətən müharibəsi günlərində çəkilən sujetləri obyektivliyi və dərin peşəkarlığına görə ona böyük nüfuz qazandırıb. Redaksiyamız baş verən hadisə ilə əlaqədar Emin İbrahimovun ailə üzvlərinə və yaxınlarına dərin hüzünlə başsağlığı verir, ona Allahdan rəhmət diləyirik.